Neler önemli milli haktır? Yazar İnsafeli Hidayet. Yazdı, en önemli budur ki mis ve kızıl mədenleri müstakil olsun. Yazdım, məncə en önemli milli hak ve milli istek, yani istiqlal ve Fars-İran işğalından azad olmaqdır. Amma əgər hələlik istiqlal əlverişli deyilsə, tüm kanların, mədənlərin istiqlalı önemlidir. Kanların istiqlalı yanı sıra 1. 24 saatlıq Türk ədəbi və ortaq dildə radio və televizyonun olması. 2. Bir neçə siyasal Türk partilərinin yaranması. 3. Türk dilimizin resmi idari olması. 4. Ortaq və ədəbi Türk dilimizin tüm təlim və tərbiyə sisteminin hər sahəsində güclü huzuru. 5. Türklərin sərvətləri üçün özəl Türk bankalarının yaranması. 6. Milli ruhlu sərmayedarlarımızın ortaya çıxması və istiqlalları da lazımdır. Əgər sadladıqlarımın hamısı olursa, millətimizin içində vətən uğrunda və rifah üçün hər sahədə geniş müsabiqə başlanar. Vətən abad olarsa, millət abad olar. Məncə, istiqlalın amacı avadanlıq və rifahdır. Vətən və millətin avadanlığı və rifahıdır. Saygılarla İnsafeli Hidayet.